düz deyirsən onu. Onu çox düz deyirsən. Oynayıram, elə oynayıram ki, sözlə mənlə oynaya bilsin. Yoxsa mən sözlə oynayım, belə çıxaraq ki, mən sözü belə yuxarıdan baxıram. Amma sözün qabağında mən heç kiməm mən? Mən bir dəfə yaradıcılıq mətbəxi ilə bağlı bir söz demişdim ki, birinci cümləni həmişə mən özüm yazıram. Məsələn, mənim nekrolog romanım belə başlayır. Birinci cümlədən çox şey asılıdır. Ki, aralıdan baxanda yer kürəsi çürük toxuma oxşuyurdu, vergül. Yaxından baxanda isə oxşamırdı, elə çürüydü. Çox əla. Birinci cümləni sən, sonra söz sən aparmalıdır. Bu əsər yaxşı olur. Sən söz aparanda belə də ortaya bir şey alınır. Texnikan var, biraz da istedadım var, amma sözün müəllifi apardığı əsərlər, onlar dünya ədəbiyyatında möhtəşəm nümunələr hesab olunur. Çox əla, çox gözəl cavab idi. Ramiz Rövşən, Musa Yaqub, Məmməd Araz dostlarınız olub yoxsa? Bəli, üçü də əcdaha. Selam bəy, onların yaradıcılığını özünüz oxuyurdunuz mu tez-tez? Birini buraxırdı. Məmməd Araz bizdən bir neçə yaş böyüydü. Bizim ədəbi nəslindən o fəxr edirdi. İlahi, insanın nə boyda ürəyi olur. Özü Məmməd Araz çox nəhəng bir şairdir. Bəli. Anamdan, bacımdan gizlətdiyimi qələmdən, kağızdan gizlətməmişəm, ilahi. Nədir bu? Möhtəşəm. İstedad dünyanı dolaşar, gəzər, göyərdər toxumu daş üstündədir. Məmməd Araz. Möhtəşəm. Özüm də bilmirəm kiməm, nəçiyəm. Mən bütün dərdlərə abunəçiyəm. Abunəyəm. Bütün dərdlərə abunəçiyəm. Necə gözəl ifadə. Yox, böyük havadır. Məmməd Araz ifadələrdən, təşbihlərdən, qafiyə və rədiflərdən ibarət deyil. Məmməd Araz küllü halda bir havadır. Havalanmaq mənasında. Hava sözünün bir neçə mənası var. Hava, bu havadır. Bir var hava oyun havası. Bəli. Bir var havalanmaq, havalansın xanın səsi də. Üç, hələ biri də var. Nədir deyə bilərsən? Başın havalanması. Ay öpürəm, havalanma dərəm. Yox. Möhtəşəm. Elə gəlsə səninlə də dost olur. Deyirlər ki, Azərbaycan dili zəngindir. Yox, zəngin. Sənin papağın boş qalsın. Bunu saxlayarsan. Verin bunu. Bir sözü, həbər ki, nə istəmir. Selam bəy, Musa Yaqubda da bir dənə şeir var. Deyir, hələ ki vaxtımız var durulmağa. Bir sabah sənindir, bir sabah mənim. Necə gözəl. Yəni, durula bilərsən də, ya vaxt var. İndi bu poeziya dilində deyib, adam dilində deyək ki, adam balası olmağa hələ vaxtım var deyə, adam ol, kişi ol, çıx ortalığa. Sonra bana Selam mənim çox maraqlı fikrim var. Bəşəriyyət haqqında həbs qəti imkan tədbiri seçilsin və haqqında cinayət işi qaldırılsın. Bəşəriyyətə cinayət işi açmaq edib. Öyle, onu mən açmışam. Bəli. Yəhudi əlifbası romanında. Çox maraqlı ifadədir Selam mənim, çox xoşuma gəldi. Sonra